Səhər oyanan kimi azca limon sıxılmış ilıq, təmiz su içmək faydalıdır. Orqanizm gecədə işləyir və qaraciyər bir çox energetik prosesləri tənzimləyir. Səhərə bədən susuzlaşır, faydalı maddələr azalır. Ona görə səhər tezdən orqanizmə su və mineral vermək lazımdır. Səhərlər limonlu suyun faydaları ilə tanış olaq. 1. İmmun sistemini gücləndirir. Limonda C vitamini çoxdur. Yarım limonun suyu sutkalıq C vitamini dozasının 30%-ni verir. Bu vitamin isə ürək-damar xəstəlikləri, qan laxtalanmasına qarşıdır. İmmunitet vitaminidir. 2. Günə başlamaq üçün mineral enerjisi verir. Limonda kaliy və B6 vitamini də var. Kaliy bədəndə su maye mübadiləsini tənzimləyir. Sinir hüceyrələrinin əzələyə impuls ötürməsinə yardım edir. Qan təzyiqini normallaşdırır. Ona görə səhər limonlu su əzələləri aktivləşdirir, ödəmi, şişi götürür, təzyiqi salır. 3. Mikrobları yuyur. Səhərlər ağızdan pis qoxu gəlməsi milyonlarla bakteriya deməkdir. Gecə yuxuda onlar çoxalır. Səhər ağız boşluğuna birinci limonlu su keçməsi mikrobları öldürür. 4. Ödü aktivləşdirir. Həzmin əsas dostu normada ifraz olunan öddür. Onu stimul etmək üçün turş maddə lazımdır. Ona görə limonlu su öd kisəsini aktivləşdirir, ödü təmizləyir, mədəni, bağırsağı hazırlayır. Qəbizliyə qarşıdır. 5. Böyrəkləri təmizləyir. Limonlu su sidik qovucudur. Gecədən böyrəklər işləyir. Sidik yollarına çöküntü toplanır. Ona görə səhər tezdən yollarda qalan çöküntünü yumaq üçün limonlu su içmək mütləqdir.